Herkese salam. Yeni gündən, yeni vlogdan sizi salamlayıram. Biz səhər tez durmuşuq, hazırlaşmışıq. İndi bir çay içib gitməliyik. Dırnaqlarım çox kübut eləyiblər. O kadar istəyirəm ki, bunlardan izbavitsa eləyim. Amma inanın ki, vaxtım yoxdur. İndi bir çay içib biz gidirik hara klinikaya. Biz yoldayıq. Burada qaynanamla söhbət eləyə gidirik. Biz gidirik sistem vurmağa. Bizdə həftədə 2 dəfə sistem var və o klinikada olmalı olan sistemdir. Gərək onu klinikada vurmalıdır. Evdə yox və gidirik Artamedə, Xəzər tərəfdə Artamed var. Orada gidirik, qəşəng belə təmiz yerdir. Çox xoşuma gəldi. Biz уже neçə dəfədir bura gəlmişik. Həmişə təmizdir, pastellər ağappaqdır həmişə. Srazu değişirlər. Qiymətlər də deyim sizə münasibdir. Sadəcə bizim gidib gəlməyi var, düzdür, amma çox isti olmur. Zontiklə gəlirik. Belə rahat olur bizə. Və mən hara gəlmişəm? Mən qaynanamı qoyub gəlmişəm Dikaliva. Çoxdan istəyirdim. Bizdə panoramanın altına açıblar Dikaliv. Bura çoxdan istəyirdim gəzim burada. Çox qəşəng şeylər var. İnanın ki, buradan hər şey almaq istəyirəm. İnanın ki, deyim də sizə hər şey var və hər şey çox gözəldir. Qab-qacaq görəndə mən özümü itirirəm. Hələ burada özümü itirirəm, seçirəm, nəsə almaq istəyirəm. İnanın ki, pulum olsa hər şey alardım. Oğluşumu da götürmüşəm özümlə. Dedim tek buralarda gezmeyeyim. Her şey çok qəşəng idi. İnanın ki, çok maraqlı idi, çok gözəl idi. İnşallah hamının həyat da gözəl olsun, hamının heç kimə muhtaç da olmasın, hamının ruzusu inşallah Allah versin və dolu olsun, nə istəyirsə onu ala bilsin. Bura baxanda fikirləşirəm ki, hər qadın bunu istəyə bilər də, belə bir şeyləri, qəşəng şeyləri, evdə gözəl qab-qacaq olsun, ev gözəl olsun, niyə də olmasın. İnşallah bütün qadınların qəşəng ömür olsun, baxtı olsun. Çox maraqlı şeylər var. Bildiğiniz kimi qaynanamı apardım Kabelinza'ya, o orada kaldı. O gün ben orada oturmuştum, 3 saate kimi oturmuştum orada. Bugün dedik get, çünkü bugün hem uşağımı da idmana aparmışam. Ona göre de dedi sen git eve. Gördüğünüz gibi hem Dikaliva görmüşəm. Orada biraz çekmişəm. Buradan ne almışam özüm üçün? Bunu almışam, bunu hara istəyirəm, bunu istəyirəm. Ora asın. Belə bunu bilirəm, bu veşilqadır dasmal üçün, amma mən bunun üstünə başqa bir şey də asaram. Bunu istəyirəm ora asın. Hələ ki oranı belə bağlayım, bilmirəm indi nətər olacaq, nətər görsənəcək. Amma istəyirəm bunu ora asın. Orada bizdə başqa bir şey fikirləşmişdik. Mən istəyirdim orada belə bir pəncərə olsun, pəncərədən belə yaşıllıq görünsün, belə vatabatlar, dağ, belə şeylər. Amma nəsə istədiyim kimi bir şey hələ ki tapmadım. Ona görə də dedim, hələ bunu gördüm. Bu 8 manat 90 qəpik idi. Deyim ki sizə 9 manat. Amma normal bir şeydir. Sağ olsun Kitay belə şeyləri çıxardı. Və özüm üçün nə almışam oradan. İndi bunları rahat çıxarda bilsəm. Özüm üçün oradan. Özüm üçün deyəndə həm mənim, həm qaynanamla birlikdə kofe içirik. Kofe fincanları almışam belə. Belə dest kimi almışam da bunları. Encir en sevdiğim meyve, yağı da bilmirəm indi nədir, ondan biridir. Belə. Bu da nəsə koymaq. 2 belə bir fincan da almışam özüm üçün. Baxın belə almışam mənim və qaynanam üçün. Çünki biz birlikdə kofe içirik. Birlikdə belə bir sunum eləyərəm bizlərə üçün. Və Bazar Store'dan nələr almışam? Biber almışam. Bilmirəm indi nə hazırlayacağım. Bugün bizdə qonaqlarım var. Ona görə də mən evə gəldim bugün. Yoxsa gəlməzdim. Soyuq almışam. İstəyirəm həm aş hazırlayım, həm də fikirləşirəm daha nə hazırlayıram. Soğan almışam, pomidor. Həmişəki kimi pomidor bizdə çox idi. Və belə bir sadə
gəlmişdi. Bunu bilirəm, bu ballı toplardır. Bu xoşlayıram, çayla indi içərəm və ballı midvijonaklardır. Bunları da xoşlayıram kofe ilə içməyə, ya çayla içməyə. Mən belə şeyləri xoşlayıram. Çörəkdən çox belə şeyləri yeyirəm. Belə bir bazarlıq elədim. İndi tez evi təmizləyərəm, yığışdıraram. Sonra qaynanamın yox, uşağı idmandan götürərəm 12-də. Sonra da 11-in yarısı getməliyəm, qaynanamı götürməliyəm. Bəlkə gələndə bilmirəm indi bunlardan, bəlkə də kofe içdim onunla ya da başqa bir gün içərəm. Və biz уже gəldik evdəyik və mən tez bazar bir kofe hazırlayıram. Mənim üçün молочный şokolad, qaynanam üçün gorki şokolad. O молочный şokolad xoşlamır, amma mən də gorki şokolad o qədər də xoşlamıram. Günorta nə var, nə yox, hamısını yemişik. Bu çay qızıma süzmüşəm. O istəyir sladki çay içməyə, nəysə piçenkalarla. İstəyirəm bir kofe içim, biraz istirahət edeyim və durum uje yeməkləri hazırlayım. Düzdür, zəngdə eləyib soruşmalıyam, gəlirlər ya yox və uje yeməyə də nəsə hazırlayaram da. Elə çox yorulmuşam ki, inanın, həm kofe istəyirəm yanına, həm də çay da istəyirəm aparım otağa. Həm kofe içim, həm çay içim, istirahət eləyim, hər şeydən istəyirəm, hər şey istəyirəm. Belə konfetkalar da aldım, şokolad da aldım, sonra piçenkalar da, bu vafliləri çox xoşlayıram və başlayıram yemək hazırlamağa qızlar. İstirahət də elədim, kofe də içdim, biraz istirahətdə dediyim kimi elədim, çay da içdim və başlayıram yemək hazırlamağa. Yeməkdə məndə bugün nə var? Buğlama var. İstəyirəm buğlama hazırlayım. Düzdür, qonaqlar gəlmirlər, deyirlər ki, nəsə bugün alınmır, gələ bilmirlər. Mən də dedim, inşallah yaxşı olsun hər şey. Təki canı sağ olsun, istəyəndə gələ bilərlər də. Biz evdə olanda, yəni nə vaxt istəyirsə gələ bilərlər. Qonaqlar deyəndə yad adamlar deyil, qaynanamın nəvəsidir. Bura gəlin gəlib, bura Bakıda yaşayır, uşaqları da var, 2 uşaq, uşağın nəsə keyfi yoxdur. Dedi, onsuz da orada ağlayacaq, mən də nə otura bilərəm, nə dura bilərəm, mən də narahat olaram, ona görə dedi, sağalsın, sonra gələrəm. O bizə onsuz da tez-tez gəlir, nə vaxt istəsə gələ bilər. Burada mən nə eləmişəm? Soğanı kəsmişəm, altını soğan qoymuşam, duzla istiot qarışdırıb onu səpmişəm və ətləri qoyuram. Ətlər belə böyük-böyük qusoklardır. Şeydə olan, kimikdə olan ətlərdir. İstəyirəm qaynanam üçün qidalı nəsə olsun. Qan azlığı var və bilirəm ki, qan azlığına daha çox ət köməkli eləyir. Ətin üstündən də soğan və duz istiot səpərəm. Biraz həm lavrovu listə ataram. Çox belə qəşəng, iyili, dadlı olsun, belə ədviyyatlar bol olsun, həm də dadlı olsun. Belə lavrovu listə, dəfnə yarpağı və dediyim kimi burada qarışım deyim də hazırlamışam. Duzla istiot bunu da səpirəm. Belə sarıkükdə istifadə edirəm. Sarıkük ən sevdiyim ədviyyatlardan biridir. Yeməklərdə xoşlayıram. İndi bunları kartuşkaları belə kəsirəm. Belə bir bıçaqla kəsirəm. Belə özüm xoşlayıram. Belə kəsəndə həm arada xiyarı da belə bu bıçaqla kəsirəm. Bizə zavtraklara, günorta yeməklərə qəşəng görsənsin deyə. Kartuşkaları düzürəm belə ətin üstündən. Nə qədər çox soğan, biber olsa məncə daha yaxşıdır. Öz suyunda bişəcək də, öz belə ədviyyatlı suyunda bişəcək, daha da həm dadlı, həm polezna olacaq, vitaminli. Amma məndə çox yox idi biberlər, çox almamışdım, biraz almışdım. Fikirləşdim ki, besiliyər, sonradan fikirləşdim ki, gərək çox alardım, aralarda da kəsib belə soğandan atardım. Arada belə də eləyirəm. Yenə də soğanla duz, soğan deyirəm, duzla istiot səpirəm. Burada məni oğluşum çəkir. Xahiş eləmişəm ki, qəşəng çəksin. Və sarıkük. Bu həm dadı verir, həm gözəl belə sarı görünüş verir, xoşum gəlir.
Həm belə aromat da var, iyisi də var, qəşəng sarı kökün. Və belə kəsirəm. Düzdür, bıçaqla kəssəm səliqəli olardı. Amma nəsə inanın ki, heç nə eləməyə nə həvəsim var, nə vaxtım olur. Çox arada yoruluram, istəyirəm məktəblər açılsın, uşaqlar məktəblərə gitsin. Mən də rahat bəlkə istirahət eləyərəm. Onlar evdə olanda mən rahat istirahət eləyə bilmirəm. Çünki uşaqlar daha çox çölü istəyirlər. Mənim oğlum da bir şey səhərdən çölə buraxsam, o yemək də istəmir, çöl istəyir. Futbol oynayır, orada nəsə eləyir, oynayır, gəzir özün üçün. Oğlanlarla bəzi dostları çoxdur. Həm də özündən böyükdür hamısı dostlar. Amma məndə belə bir paniçki atak kimi bir şey var, qorxuram o çölə çıxanda. Nədənsə o çölə çıxanda mən başlayıram qorxmağa, nəsə ağlıma istəmədiyim fikirlər gəlir arada. Oğlan uşaqdır, o çox belə aktivnidir, hiperaktivni deyil, amma çox aktivnidir. Tim boley futbola olan bir şey olanda vəbşə çox belə aktivnidir. Yeməyim hazırdır, belə qəşəng bişdi. İndi çıxardaram biz Nurşla yeyərik. İnşallah hamının ruzusunu Allah versin. Heç kimə muhtac olmasın inşallah. Pişdi kartuşkalar da, biberlər də, pomidorlar da, et də qəşəng pişdi və rənginə baxın, nə gözəl rəngdədir. Belə qəşəng, həm iyi gəlir, qəşəng, həm rəng gəlir, belə sarı, qəşəng bir rəngdədir. Belə, nəsə demək istəyirdim, unutmuşam. Məktəb demişdim, açılmasını istəyərdim çox. İnşallah bu videonu bəyənərək baxarsınız, like olub abunə olmaya unutmazsınız. Məncə çox maraqlı vlog oldu. Yəni vlog deyəndə biraz həyatımdan, bir gündən birazını sizə də belə sizinlə də bölüşdüm. Real həyatdır, onsuz da gizlədiyi heç nə yoxdur. Ev xanımıyam, 3 uşaq anasıyam, Dağıstanlıyam. İnanın ki, dilini burada özümə öyrənmişəm və yenə də bilirəm ki, çox sərt danışan momentlər var, amma çalışaram ki, onları da düzəldərəm. Yazmaq hələ o qədər də yaxşı bilmirəm, yaza bilmirəm, amma oxumaq yaxşı oxuyuram. Ona görə də çalışıram ki, daha da yaxşı oxuyum. Həm yazmaq da istəyərdim, daha da belə yazında qəşəng. İnşallah o da olar. Yəni belə bir şey yoxdur ki, mən harasa gedirəm. Düzdür, mən dilini nədən öyrəndim? Mən 5 illik vəsiqə almalıydım burada daima yaşamaq üçün. 5 illik mən birinci 3 aylıq aldım, sonra 6 aylıq aldım, sonra 1 illik, 2 illik və qabları yumuşam. Evdəkilər hamı getdi çölə, çıxdılar çölə və mən indi neyirəm, gedirəm, tort alıram. Çünki bugün qızımın ad günüdür, bugün yox sabah, amma istəyirik saat 12-də onun поздравители birinci dəfədə belə bir şey eləyirəm və gələndə mənim o qədər işlərim var, indi sizə göstərərəm. Bu yox. Bundan üçün baxın siz bir bu plitanın halına baxın. Bu qaşmardır da. Gəlib həm çayniki, həm plitanı, hər şeyi yumalıyam. Vıçışkanı yağ sıçradı deyə bilərəm. Buralara kimi. Siz bu fartuka kimi burada da yağdakilər var. Amma bunları gələndə çünki hələ ki evdə heç kim yoxdur, qızım evdə yoxdur. İstəyirəm tez bazar gedim, bir tort alım, gəlim. Çünki onu istəyirik, поздравить eləmək istəyirik. İnanın ki, bugün 2 dəfə kofe içmişik biz. Harada qalmışdı? Mən gəlmişəm, tez buraları istəyirəm yum, xlorla hələ heç kim yoxdur evdə. Nəsə belə bulanıq göstərir, bilmirəm niyə belə bulanıq göstərir, amma video belə oldu. Bunları qəşəngcə tez təmizləyərəm indi. Xlorla və nə deyirdim, 3 illik aldım və mənə icazə veriblər ki, mən 5 illik də ala bilərəm, amma mən imtahan verməliyəm Azərbaycan dili.
De düzdür, mən o vaxtı heç bir söz də bilmirdim. Vəbşə heç bir söz də bilmirdim. Nə televizorda bir şeyə baxırdım, həmişə əsəbləşirdim televizorda Azərbaycan dilində danışanda. Çünki mən heç nə başa düşmürəm. Sonradan yoldaşım da dedi, 5 illik istəyirsənsə, 2 illik, 3 illik ora gedib gəlməyi, o analizlər verməyi, orada inanın ki, çox arada həm incidirlər, həm çox belə, həmişə vaxtı da olmur təz ilə eləməyə. Və həmişə qorxurdum ki, gec olar və deportasiya olaram da. Uşaqlar burada qalıb deportasiya olmaq istəmirəm axı. Və yoldaşım da dedi, mən imtahana pul verən deyiləm də. Verərsən, verməzsən yenində baxaq da 2 illik ya 1 illik alarıq. Mən də dedim, yox, belə bir şey olar, qaynanam da bilir. Mən inanın ki, bir həftə axşam, gündüz, səhər, nə vaxt olsa planşet açıb Azərbaycan dilini öyrənirdim. Özümə oxuyurdum, oradan yazırdım, dəftərə nəsə köçürdürürdüm. Belə köçürdürdüm, diktantları özü üçün çalışırdım oxumağa. Düzdür, qaynanam mənə çox köməklik eləyib. O belə perevod, belə bir şeylər eləyirdi. Həmişə diziyə baxanda biz düzdür türk dizilərə baxırdıq. Amma o deyirdi belə Azərbaycanca belədir, türkcə belədir. Yəni çox belə şeylər var ki, bir məna verən sözlər çox var, belə deyirdi. Çox sağ olsun. Öyrəndim və imtahanda özüm getdim, verdim. Düzdür, qorxurdum, amma alındı. 3 dəfə mən almışam 5 illik. Və bugün bu qədər. Sağ olun, salamat qalın.